Yaşad Fondunun təşkilatçılığı ilə şəhidlərimizin həyat yoldaşları üçün reallaşdırılan zərif görüş layihəsi çərçivəsində növbəti görüş Gəncədə baş tutub. Görüşdə Samuxdan, Daşkəsəndən, Göygöldən və Gəncədən olan şəhidlərimizin həyat yoldaşları iştirak ediblər. Əsas məqsəd iştirakçıları bir araya gətirməklə onların qarşılıqlı tanışlığını və ünsiyyətini təşviq etmək, mənəvi dəstəyi gücləndirmək, həmçinin sosial həmrəyliyi artırmaqdır. Bununla yanaşı, təşəbbüs müsbət psixoloji mühitin formalaşdırılmasına, gələcəyə ümidli baxışın təşviqinə və xanımların şəxsi potensiallarının üzə çıxarılmasına yönəlib. Görüş səhər yeməyi formatında təşkil olunub və 50-dən çox xanım əhatə edib. Toplanan, yığdığımız təəssüratlardan xanımların bildirdikləri təəssüratlara əsasən deyə bilərik ki, bu görüşdən bundan əvvəlkilər kimi uğurlu şəkildə həyata keçirildi və onlar üçün böyük bir motivasiya oldu. Tədbir çərçivəsində fizioloq və sağlamlıq mütəxəssisi Jalə Qurbanova tərəfindən bədən və zehin sağlamlığı fərqindəlik mövzusunda interaktiv görüş keçirilib. City Smiles Time kafenin təlimçisi Fatma Məmmədova tərəfindən isə fiqur boyama üzrə workshop təşkil olunub. İştirakçılara müxtəlif hədiyyələr də təqdim edilib. Yoldaşım şəxsən şəhid olandan bu qədər ürəyim açılmamışdı. Bu gün o qədər ürəyim açılıb, o qədər Allaha and olsun, bəlkə də bu 5 ildir ki, 6-cı ildə mən bu qədər ürəyim açılmamışdı. Ümid eləyirəm ki, bu layihə bütün rayonlarda, bütün şəhid xanımları ilə keçirilər və davamlı olar inşallah. Həqiqətən də çox xoş oldu. Şəhid əmanətlərinlə, şəhid xanımlarınla bir yerdə olmağımızdan görə eyni dərdi yaşayırıq, bir-birimizi çox gözəl anlayırıq. Bu görüşlərimiz çox olsun. Burada toplaşan xanımların hər birimiz, biz əslində eyni yaranın qabıqlarıyıq. Çox xoş oldu ki, bugünkü günü bu gözəl layihədə iştirak etdik. Belə layihələrin çox olması bizlər üçün təsəllidir, xoşdur. Layihənin sponsorları Nexol Holding, Baksel və Norm ASC-dir. Tərəfdaş isə Qal restoranıdır. Dəstəkçilər Bioderm Azərbaycan, Referans Medikal Qrup, City Smiles Time kafedir. Media tərəfdaşı Asan TV radiodur. YouTube kanalımıza abunə olun.